olan müraciətləri araşdırandan sonra görmüşəm ki, 10 məsələdən 8-də təəssüf edirəm ki, qadın günahkar deməzdim, amma yəni ailəni saxlaya bilər. Amma iki ayağını bir başmağa deyir ki, mən boşanmalıyam və aliment almalıyam. Və bu aliment fondunun yaradılması saxta evliliklərə, saxta boşanmalara gətirib çıxara bilər. Amma bununla bağlı biz qanunvericiliyə müəyyən dəyişiklik edə bilərik ki, əgər kimsə belə bir hal atacaqsa, sonradan dövlətin ona verdiyin hamısını geri almaq və yaxud inzibati Bəzi qız anaları, üzr hesab edin insanlar, razı müəllimə görə mən sizdən üzr istəyirəm. O biznes planlarınız baş tutmadı. Hansı ki hazırlaşırdınız ikinci qızınızı da boşaltdırıb aliment almağa. Yəni onun razı müəllimin əvəzinə mən sizdən üzr istəyirəm. Yəni Allah heç kimin arzularını gözündə qoymasın. Yəni amma sizin bu arzularınız elə bir arzu idi ki, Allah elə gözünüzdə qoydu. O da bilirsiniz niyə? Ramazan ayının duaları idi. İnsanların duaları idi. Hansı ki aliment əlində batıb qalan ailələrin duaları idi. Allah razı müəllimin canı sağ eləsin. Yəni belə bir qərarlar xalqımıza xeyirli bir qərarlardır. Ola bilsin kimsə hansısa bir qız anaları fikirləşər ki, bu niyə belə qərar çıxartdı? Yox, o sizin həmin o nəvələrinizin gələcəyi üçün çıxarılıb. Yəni boşanmaların qarşısını almaq üçün çıxarılır. Yəni belə şeyləri millət vəkili bugünkü gün çıxıb deyirsə, demək ki, bunu dövlətimiz də görür. Yəni bu tək sizin planlarınız deyil, planlarınız başınıza dəysin deyil, nə deyim ki, ay bu qızı boşaltdıracam, gedəcək təzən, aliment alacaq, nə edəcək, vəsə da bomba həyat yaşayacaq. Yəni mən sizə sözümü deyirəm, bir Azərbaycan oğlu kimi deyirəm, ümumi şamil eləmirəm. Hamını, mənim də nəslimdə, kökümdə boşanan da var, yaxınımda, dostumda, tanışımda, yəni var, boşananlarım var. Ümumi şamil eləmirəm. İnsan boşanar pik nöqtədə, hansı ki görər ki, bu uşaq üçün də bu faciədir, uşağın tərbiyəsi pozulur, ər şərəfsizdir, alçaqdır, ər gəlir gündə uşağı döyür, gündə evdə söz-söhbət, gedir gündə gecələrlə gəlmir evə, bunları qoyuram qırağa. Yəni, adi bir elementar bir şeyin üstündə, sosial hansısa bir, necə deyim, maddiyyat üstündə, nəsə üstündə boşanan qadınlara sırf məhz həsr edirəm. Bax, bu videom var. Yəni, sizə bir şey deyim. Bu kişilər onsuz da boşanandan sonra olur şərəfsiz, narkoman, bandit, nə bilim, alçaq, üzr istəyirəm, oğraş, bir qeyrət olur da. Amma baxmayaraq ki, kişilər boşananda heç vaxt qadın əxlaqsız belə olsa dilini alıb demir. Yəni, bu şərəfsiz ərdən. Birincisi, necə oldu ki, ailə həyatı yaşadınız, neçə illər bilmədiniz bunun şərəfsiz bir qeyrət olduğunu, alqış narkoman olduğunu. Yaxşı, tutaq ki, sonradan çıxıb. Bir uşağınızın atası, deyək ki, budur da, bu xislətdədir, oğraşdır, bir qeyrətdir, üzr istəyirəm, sizin ifadədə deyirəm. Yəni, bu uşağın bu cür bir qeyrətdən niyə oturub aliment gözləyirsiniz ki? Yəni, bu bilirsiniz nəyə oxşayır? Elə bir ki, bir ər arvadından boşanıb, əxlaqsızlıq ucundan da, yəni ki, deyir, bu qadın əxlaqsızdır, yüngül həyat tərzi keçirir, öldürmək istəmir, boşanıb da, başını qutarması və uşağı götürür, saxlayır. Dövlət qanunlarından uşağı saxlayır. Bu uşağı saxlayır və oturub gözləyir ki, bu arvad niyə aliment vermir? Bu arvad, ay kişi, sənin zatına nə elə? Bu arvadı sən pozğunluq üstündə boşamısan, düzdür? Əxlaqsız, bu şərəfsizdir, pozğundur, nə bilim, bir qeyrətdir, qeyrətsizdir. Bundan sən nə aliment gözləyirsən? Kişiliyin hardadır? İndi mən sizə onu ünvanlayıram ki, əgər bu kişilər şərəfsizdirsə, onun çörəyinlə niyə uşağınızı böyüdürsünüz? Madəm ki, siz uşağınızı o şərəfsiz kişidən xilas eləmişsiniz, o kişidən niyə gözləyirsiniz ki, aliment gözləyirsiniz ki? Niyə uşağın pulundan qazanırsınız? Sizi boşaltdıran dədələriniz var, ha? Sizi boşaltdıran o qardaşlarınız var ya, hansı ki gedirlər, evində boşanmış bacısı olurlar, gedir bir gəlindən tanış olur, deyir, gedir dostlarından yiyib içir, deyir ki, bir təzə boşanmış bir qadınla tanış olmuşam. Yəni həmin o qardaşlarınız niyə sizə baxmır ki, hə? Baxsın da, əgər bu ər şərəfsiz etsə, baxsın da, götürsün, baxsın. Desin ki, yox, mənə lazım deyil, elə yezlənin, elə kürəkənin çörəyi, mən nəvəmi, bacımın uşağını, yəni mən özüm böyüdəcəm. Eləsin də, niyə düşmürsünüz bu cəmaatı, bu şərəfsiz ərlərin dalınca niyə düşmürsünüz? Əgər siz deyirsiniz ki, şərəfsizdir bu kişilər. Yəni unutmayın, siz ölkədə, yəni fərq eləmə, oğlan uşağı böyüdürsünüz, qız uşağı böyüdürsünüz, elementar şeyin üstündə ailənizi dağıdırsınızsa, demək ki, sizdən ana olmaz. Siz ana deyib o uşağı böyütməyin. Elə bilirsiniz, tarix köhnəlir, o uşaqların yadında qalmır. O uşaqlar böyüyəndə üzünüzə vuracaq, bədbaxt uşağı.
Üzünüzə vuracaq ki, ay ana, mənim atamı öyrənmişəm axı, elə insan deyil axı. Mənim atam şərəfsiz deyil axı, bir qeyrət deyil axı. Narkoman alkaş deyil axı, atam getdi ailə qurdu, normal ailəsi. Və sən olmazdımı ki, biraz o çürümüş dilinə yiyəlik eləyərdin, biraz oturardın evdə. Məni də belə alimentlə böyütməzdin. Deyəcək onu, yəni unutmayın. Elə bilin ki, sizə sağ ol deyəcəklər ki, ay ana, nə yaxşı, bu cürə kişidən bizi boşaltdırdın, ayrıldın. Nə biləm, Allah yaxşı qadınlarımızı, yaxşı kişilərimizi qorusun. İndi burada da kimsə yazacaq. Yaxşı kişinin arvadı boşanmaz. O bəzi gicbəsərlər var, yazırlar. Fikirləşmirlər ki, o kişidən sənin evində də var. Yaxşı kişinin qızı dilinə sahib çıxar. Boş şeyin üstündə boşanmaz. Allah yaxşılarımızı qorusun. Allah xalqımızı qorusun. Belə qərarlar da ki, ürək açan bir qərarlardır. Yəni, atanın borcudur, bəli. Alimenti verməlidir. Bəli, uşaq onundursa, fərq eləmişdir. Amerikaya köçdü, hara köçdü. Bu uşağın bu qidasının puludur. Çox elə başa düşür ki, yəni bu elə belə xərclikdir. Yox, bu qidasının puludur. Bir uşağın aylıq yeyəcəyi qidanın pulu 250-300 manatdır. Yəni ondan artıq yemir. Uşaq gedib ikra yemir kilosu 1200 manata. Uşaq yediyi bizi kimi adi bir qabdan bir boş qab verilən gündə 3 dəfə yemək. Bunu da hesablayırlar, o qədər eləyir. Yəni düşünməyin ki, o 250-300 manat nəyəsə puludur, cib xərcidir. Yox, cib xərci deyil. O uşağın qidasıdır, o uşağın böyüməyi üçün verilən puldur. Allah xalqımızı qorusun, yaxşı kişilərimizi qorusun və yaxşı qadınlarımızı qorusun. Var olasın.